Mənim siyasi fəlsəfəm klassik liberalizmə aiddir. Klassik liberalizm sözünün zibilini çıxarıblar solçular bu günlərdə, təəssüflər olsun. Artıq liberalizm bugünkü gündə dövlətin həddindən artıq böyük rolu və hətta insanların yataq otağına belə girməsi, yəni ki, bunun içindədir. Klassik liberalları indi libertarianlar adlandırırlar. Libertarianlar ya da klassik liberallar onların fikrincə dövlətin fundamental rolu təhlükəsizlik təmin etməkdir, ədalətli məhkəmə sistemini təmin etməkdir. Artıq müasir klassik liberallara xüsus təhsilin verilməsinin tərəfdarıdır. Əsas budur, fundament və infrastrukturu təmin etməlidir. Və mən də o fikirdə və tamamilə çəkilməlidir bütün digər sosial yerlərdən. Səhiyyədən budur. Səhiyyədən də hətta, bəli, səhiyyənin daha çox yığım əsaslı olması və daha çox xeyriyyətçilik üzərində qurulması kimidir. Məsələn, ABŞ-də pulsuz səhiyyə 1940-cı ilə kimi yox idi, onu Roosevelt gətirmişdi və heç kim ölmürdü də küçələrdə. İnsanlar bir-birinə yardım edirdilər, öz sığortaları vardı, filan beşməkan. Çünki dövlət tərəfindən səhiyyənin idarə olunmasının demək olar ki, dünyada uğurlu nümunəsi yoxdur. Yəni ki, əgər pulsuz səhiyyən varsa, sən aylarla, bəlkə illərlə sən növbə gözləyəcəksən. Harda ki, sığorta əsaslıdır, misal ki, ABŞ-də səhiyyə çox yaxşıdır, amma çox bahadır. Yəni ki, effektiv səhiyyə sistemini, pulsuz səhiyyə sistemini hələ ki, heç kim qura bilməyibdir fundamentdə. Ona görə çətindir. Mən də yenə də ona gəlirəm. İstənilən metodu seçmək olar, amma heç biri superoptimal olmayacaqdır. Sən pulsuz səhiyyəni ala bilərsən, birincisi keyfiyyətsiz olacaqdır, ikincisi uzun müddətli olacaqdır. Ya da ki, keyfiyyətli olacaqdır, daha uzun müddətli olacaqdır. Əgər sığorta əsaslı səhiyyəni seçə bilirsənsə, bizdə də o təbibi yaradıldı, icbari tibbi sığorta o modelə yaxındır da, daha çox Amerika modelinə yaxındır. Biz hamısı maaşımızdan ödəyirik, bu yığılır pullar və hamı üçün paylaşılır. Optimaldır, amma o da ideal deyil. Çünki bilmirəm də siz təbibdən nə qədər istifadə etmisiniz, öz icbari sığorta. Bir-iki dəfə də çox yox. Məndə az qala ilə 10.000 manat çıxırdı da icbari tibbi sığorta alan ödənişlərim, amma mən indidən ömrümdə hələ ki dövlət nə səhiyyəsinə, nə də təhsilindən bəhrələnməmişəm, nə özüm üçün, nə uşaqlarım üçün, amma bir xeyli pul gedir. Bu da normaldır.